Salam dostum, necəsən? Mən Raul. Deməli belə, bugün sizə Almaniyadan balaca bir vlog çəkəcəm. Vlogumuz da Almaniyada belə şüşə plastik qablar yığmaqla maşın almaq olarmı? Sizcə olarmı? Kommentlərdə, rəylərdə qeyd eləyin. Xahiş edirəm videoya like atın və kanala abunə olun. Videonun ortalarında və ya axırında başqa bir məsələ var, ona da toxunacağım. Əgər o məsələni qaçırmaq istəmirsinizsə, videoya axıracan baxın. Deməli belə dostum, burada Almaniyada sən küçədə çox nadir hallarda şüşə görərsən və ya plastik qab, şüşə qab. Çünki burada hər plastik şüşənin qabın üstündə göstərirəm sizə belə şüşə barkodu kimi bir şey var. Görürsünüz bu barkodu. Yəni bunun mənası 25 qəpik deməkdir. Yəni 25 sent. Azərbaycanda hardasa 40-50 qəpik. Bir dənə şüşə, boş şüşə. Fərqi yoxdur, plastik. Əsasən plastik olur. Bir də metal dozalar da olur. Metal kutular olur, pivə kutuları və ya Red Bull enerji falan. Mesela onlarda olur. Şüşə qabları isə bildiyimiz əsl şüşələr, məsələn pivə şüşələri falan. Onların qiyməti az olur. 8 qəpik, 10 qəpik, 15 qəpik falan belə. Onları mən yığıb eləmirəm. Onları mən istifadə eləsəm direkt zibilə atıram. Yəni çünki o şüşələr ağır olur deyə, bir də onların geri dönüşümü az eləyir deyə, yəni 8 qəpik bir şüşəyə dəymir onu aparmağa, yığmağa, eləməyə. Amma belə gördüyünüz kimi plastik və ya metaldan olan işte enerji etkiləyiciləri falan onları yığıram. Yəni necə yığıram? Evdə yığıram. Yəni evdə özüm istifadə, belə küçədə yığmıram. Amma burada Almaniyada bu küçədə bu şüşələri yığan insanlar çoxdur. Çox görmək olar həqiqətən. Bəzən cavan olur, bəzən orta yaşlı, bəzən yaşlı. Yəni adamlar bildiyin kimi yığırlar. Əsasən də o yollarda zibil qablar olur. Məsələn, onları da eşələyirlər. Bəziləri profesional olur. Onların əlində fanar belə olur. Yəni zibil qabının içi qaranlıq olduğuna görə gəlir fanarla baxır. Belə. Görək indi dostlar, görək bu aşağı yuxarı 4 torba, yəni 2 dənə torba yarımçıqdır. 2 dənə torba da dolub. Baxaq bu 4 torba nə qədər eləyir. Kanala abunə olmağı unutmayın, videoya like atın. Sizcə bu 3-4 torba nə qədər avro eləyəcək? Geçən videoda euro demişəm. Bir-iki nəfər yazıb ki mənə, bəs euro deyil, avrodur. Dostlar, o düzdür, siz düz deyirsiniz. Azərbaycanda avro deyirlər. Amma burada Almaniyada euro dediklərinə görə əslində euro da yox ha, euro, 5 euro, belə 5 euro. Yəni belə deyirlər. Ona görə insan öyrəşib. Yəni arada sırada euro desəm, avro desəm, yəni onu çox da diqqətinizə almayın. Əsas odur, videonun kontentinə baxın. Əgər video xoşunuza gəlmirsə like atın, xoşunuza gəlmirsə dislike atın və bir şey bildirmək istəyirsə rəylərdə bildirə bilərsiniz. Mən keçim indi marketə, orada bu şüşələri verəndə təzədən video davam edəcəm. Dostlar, deməli marketin qabağındayıq. Edeka marketin. Burada biraz sıra var. İnsanlar burada öz şüşələrini verirlər, öz plastik şüşə qablarını və ya falan. 2 nəfər var. Onlar da indi 1-2 dəqiqə qurtarar. Biz başlayaq. Dostlar, aparatın yanındayam. Bir dəqiqə. Gördüyünüz kimi, məsələn, şüşəni, plastik qab, plastik şüşəni çıxardırsınız.
Qoydunuz, getdi içinə, öz aparır içinə. Görürsünüz, burada 1 oldu plastikdə. Doza da 0'dır. Gördüyünüz kimi bir dənəsinə 0.25 verdi. Belə, nəsə problem oldu, işçisini çağırmalıyam. Görürsünüz, Störünk. Mənim də bəxtimə belədir, hara gedirəm problem olur. Deməli belə, burada problemin olması səbəbi arxada olan həmən depo var. Bu şişələr əzilir, bir depoya yüklənir. O depo dolub. Marketin işçisi gəlir burada, arxa otaqda deponu dəyişir, boş depo qoyur və aparat təzədən işləməyə başlayır. Söm. Gördünüz? Belə. Deməli belə şüşəni qoyuram. Belə 25 qəpik, 25 sent, yəni 40-50 qəpik bir şüşədən. Yəni görürsünüz, yəni bir dəqiqə bunu qutarandan sonra mən olacağam milyoner. milyoner olmağın yolunda gedirik. Az qalıb. Sonra dostlar görürsünüz 1 euro oldu. Bəzən qoyaq. Bəzən belə aşıqlı göstərir. Niyə? Niyə? Almadı belə. Ha, aldı. 1.25 belə. Dostlar, görürsünüz 3 dənə doz oldu. 2 dənə plastik 1.25. Ha, bu 8 qəpikdir, bu 25 qəpikdir, bu da 25 qəpik. Bu da pivə qablarının o plastik qutuları olur ya, bu gördüyünüz göy. O da almaq olur. Onun balacası 1.52 avrodur. 2 avrodur. Böyüyü də isə 3 avrodur. Belə 1.75. Tamam. Belə dostlar, bitsin. Sizdə nə qədər pul eləyəcək? Bu 3-4 qutu. Qutuları da belə göstərim sizə. Rəylərdə yazın. Və dediyim kimi birazdan bir dənə başqa məsələ var. O məsələ haqqında toxunacağım. Yaxşı dostlar, o məsələni qaçırmağı unutmayın. Ona görə kanala abunə olun, videoya like atın və rəy yazın. Tamam? Hadi bitsin, mən sizə göstərəcəm nə qədər pul elədi. Bütün şüşələri verdim. Çeklər əlimdədir, belə çeklər. Bu çekləri gəlirsən kassaya verirsən. Burada kassaya verirsən. Kassadan da nağd pul alırsan. Bax, çekin biri 25 euro. Avro. Biri 6.25 avro. Biri 1.50 avro. Biri de 1.75. Biri de 0.25 olmalıdır ilk attığımız. Görə indi nə qədər eləyəcək toplamında. Dostlar, deməli belə çekləri qoyuruq bura. Cəmaət dükandan alışveriş eləyir, pul verir. Mən isə dükana gəlib pul alıram. Necə söhbətdir dostlar? Alo. Bütün çekləri vurdu. 25 Cent vielleicht? Ja. Und 5 Euro. 15. Məndən 25 qəpik istədi, mənə deyəsən tam pul verəcək. Okey, dankeschön ya. Cüzi. Deməli dostum belə, pulumuzu aldıq. Nə qədər elədi? 35 avro. 35 avro elədi. Gördüyünüz kimi 3-4 kisə şüşədən 35 avro gəldi. Cüz maysa.
Elə dostum, səncə şüşə, plastik qab yığmaqla maşın almaq olarmı, olmazmı? Onun qərarını sən ver. Amma məncə çox çətin. Almaniyada belə belə iş görüb maşın alan var. Məsələn, bir dənə YouTube eləyən oğlan var. Məsələn, o amma necə? Məktəblidir, məktəbə gedir. Məktəbdən sonra hər gün 2 saat, 3 saat gördüyünüz kimi şüşə yığır. 6 ay içində hardasa 2000 avro yığmışdı aşağı yuxarı. Onunla getdi pravasını oxudu. Burada şəhərdən şəhərə dəyişir. Aşağı yuxarı 2000-dən 3000 avro arasıdır. Burada prava eləmək. Yəni prava deyəndə yəni sürücülük vəsiqəsi, prava deməkdir. Sürücülük vəsiqəsi. Belə. Yəni dediyim kimi alarsan, məsələn, bir il yığarsan 3000, 4000, 5000 avro belə lap özünü cəncələ salsan, yığarsan 5000 avro. Amma 5000 avroya aldığın maşın da elə çox da şey olmayacaq, necə deyim sənə. Yəni hər 2-3 aydan bir gedəcəksən ustanın yanına. Nə bilim, orası şey olacaq, burası şey olacaq. Həqiqətən yəni o qiymətə belə normal maşın tapmaq qeyri-mümkündür 5000 avroya. Burada 5000 avroya nə ala bilərsən ki, belə baxanda. 2000-ci ilin maşını alarsan, 2005. Belə lap ölüsü 2010-un maşını alarsan, amma gedişi, sürüşü 150-200 min. Yəni maşın dünyanı 4 dəfə, 5 dəfə kruqi dairə vurub, yəni təsəvvür elə. Amma dediyim kimi, əgər özünü cəncələ salsın, ala bilərsən. Videonun başlığında dediyim kimi, başqa bir məsələ olacaq. O məsələni indi izah edirəm. Bu 35 avronun üstünə, yəni bu 35 evronun üstünə 15 evro da qoyacağım. Yəni 50 evro. O 50 evronu 2 nəfərə uduş eləyəcəm. Yəni 25 evro, 25 evro. O da aşağı yuxarı adam başına 40-45 manat eləyəcək. 2 nəfərə, sadəcə 2 nəfərə. Bu uduşda iştirak eləmək istəyirsinizsə, sadəcə kanala abunə olun, like eləyin və rəy yazın. Rəylərdə isə ürəyiniz istəyən şey yaza bilərsiniz. Məsələn, video xoşunuza gəldimi, gəlmədimi, hansı kontentləri gözləyirsiniz və s. kimi bir şeylər. Və gələcək videoda balaca bir dənə spoiler verim. Gələcək 3-cü olan videoda mənim öz avtomobilimi necə aldığım haqqındadır, onun vlogudur. Yəni 1 il əvvəl almışdım. O vaxtı vloqunu çəkmişdim. Materialları hələ də məndədir. Sadəcə edit eləyib kəsmək lazımdır, YouTube'a yükləmək lazımdır. Dediyim kimi, əgər bu uduşda iştirak eləmək istəyirsə, kanala abunə olun, videoya like atın və rəy bildirin. Bu üçünü eləyən şəxslər bu uduşda iştirak edəcək və uduşun nəticələrini Instagram səhifəmdə story'də paylaşacağım. Hardasa bir həftə 10 gün sonra o story'də mənim Instagram səhifəmdə qalacaq. Yəni onu özüm seçməyəcəm. O hansısa bir sayt seçəcək avtomatik olaraq. O özünüz görəcəksiniz. Hamısı şəffaf olacaq. 2 nəfər oradan seçiləcək. Mənim bu videoma like atan, mənə abunə olan və rəy yazan 2 nəfər seçiləcək. 25 evro 2 nəfərə göndəriləcək. Dostlar, özünüzə yaxşı baxın. Gələn videoda görüşənə hələlik.